Sabunçu rayonu Ramiz Qəmbərov küçəsi 61 ünvanında sahibsiz itlər sakinlərə göz açmağa imkan vermir. İnsanlar küçəyə çıxmaqdan çəkinir, uşaqlar məktəbə qorxa-qorxa gedir. Məsələ ilə bağlı dəfələrlə aidiyyatı qurumlara müraciət edilsə də heç bir tədbir görülmür. Üçümüzü də qavaladı. İkisini də əlinə tutmuşam, qaça-qaça gəlmişəm. Bir dənə insan yox idi ki, kömək eləsin bizə. Sabunçuda günün gün orta saatlarında sakinlər küçəyə çıxa bilmir. Deyirlər vəziyyət dözülməzdir. İçin dərdindən evə də gələ bilmirik. Çomaqla gəzirəm. Hara gedirəm, mamam sağ olsun. Özü ilə çomaq aparır ki, it bizə hücum eləyəndə daşla, nə bilim, çubuqdan vururuq. Məktəbə gedəndə mən arxaya baxa-baxa gedirəm. Qorxuram ki, it cumar. Mənə də bir dəfə yaxın gəlmişdi. Ayağımı dişləmək istəyirdi, ağqara it. Ətrafda olanlar kömək elədi. Məktəbin ətrafı dolu olur. Əlimizi ağac alaraq gedirik ki, cummasın. Bir dəfə cumdu, nə tər qışqırdıqsa, cavan bir oğlan güclə gəldi. İti çəkdi, qışqırdı üstünə, it aralandı uşaqlarımla, sürüylə. O günə biri çıxıb qabamızda durub bizə baxır. Daş atıram da geçmir. İtlər hamısı tökülür üstümə. Hamısı qaçır üstümə gəlirlər. Məktəbə gedən var, gələn var. Uşaqlar var. Hamısı elə qaçır, hamısı qaçır. Belə olmaz axı. 15 dənə sürüdülər, hamısı düşür üstümə. Hazırlıqdan gəlirəm. Qaçıram. Belə burada yaxınlarda bir dənə uşağı tutmuşdu, qılıclığı ilə sürmüşdülər. Deyirlər ki, məsələ ilə bağlı aidiyyatı qurumlara dəfələrlə müraciət etsələr də heç bir tədbir görülməyib. 10 it səhər axşam düşür adamın üstünə. Yanından keçən kimi hürürlər, hamısı tökülür üstünə. Baxan yoxdur. Məsələ ilə bağlı Sabunçu rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Qeyri-iş günü olduğundan zənglərimizə cavab verən olmadı. Qeyd edək ki, bir müddət əvvəl Bakı şəhər İcra Hakimiyyətinin başçısı tabeliyində sahibsiz heyvanlara qayğı mərkəzi publik hüquqi şəxs yaradıldı. Nazirlər Kabineti sahibsiz heyvanlara qayğı mərkəzi publik hüquqi şəxsin nizamnaməsi və strukturu təsdiq edilib. Mərkəzin nizamnamə fondu 2 milyon manat təşkil edir. Günəş Rzayeva, Diana Cəlali, Bəkir Əşimov, Space xəbər.